Elvira kənd yol araları, əsas mərkəzi yol amarlandırılır, təmir olunur, abadlı işlər aparılır. Bu kənd doğrudan da Xaçmazda ən iri kəndlərdən biridir. 3000-dən çox əhalisi var. Bu kənd eyni zamanda Xaçmazla kəndin ayaq tərəfindən deyil, baş tərəfindən deyil. Yəni yollar Xaçmazla birləşdirir bu kəndi. Yəni deməyim ondadır ki, bu kənd çox rayon üçün, ümumiyyətlə şəhər prizması tərəfindən baxanda çox önəmli kənddir. Mən elə gəlir ki, bu günləri burada hamarlandırma işləri aparılır. Yəqin ki, bu işləri görən insanların təşkilatçılığı ilə və rayon icra hakimiyyətinin dəstəyi ilə, köməkliyi ilə bu yol yəqin ki, bura asfalt döşənəcək. Çünki bu kəndin asfalt döşənməsinə böyük ehtiyacı var. Yenə deyirəm, 3000-dən çox əhalisi var kəndin. Demək olar ki, şəhərin mərkəzinə doğru çox yaxındır. Bir tərəfi Bakı prospekti, bir tərəfi də Xaçmazın çıxacağından aşağı tərəf Nizaba yoluna birləşir. Yəni Niyazabad yoluna birləşir. Yəni bu kəndin asfalt olunması ən vacib məsələlərdən biridir. Yəqin ki, onu nəzərə alacaqlar. Burada Kənd Sovetinin nümayəndələri, İnzibati Ərazi Var nümayəndələri nümayəndəsidir, sədrdir. Sonra bələdiyyə sədri nümayəndəsidir. İstəmirlər adlarını çəkək, sağ olsunlar. Və bir də xahişim budur ki, bu əlaqədar təşkilatlardan Azərbaycan avtomobil yolları nədir? Bu yolun asfaltlanması üçün öz səylərini artırsınlar.